Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Hər birinizi Maarifçi Tələbə Məzun Təcrübə Proqramının 4-cü dalğasından salamlayırıq. Bugün sizin suallarınızı cavablandırması üçün bizimlə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşı, eyni zamanda proqramın işçi qrupunun katibi vəzifəsini icra edən Tünzalə Vəliyeva bizimlədir. Xoş gəlmişsiniz Tünzalə xanım. Xoş görürük Səma xanım, hər vaxtınız xeyir. Çox sağ olun. Əvvəla təşəkkür edirik bizim dəvətimizi qəbul edib gəldiyiniz üçün. Hörmətli izləyicilər, qeyd edək ki, canlı yayım ərzində siz öz suallarınıza cavab tapmaq üçün şərh bölməsində suallarınızı qeyd edə və suallarınızın cavabını tapa bilərsiniz. İlkin olaraq hələ suallarımız gələnə qədər mən istərdim ki, bir neçə sual verim və izləyicilərimizi Maarifçi ilə əvvəla tanış edək. Maarifçi nədir Tünzalə xanım? Maarifçi proqramının məqsədi nədir? Maarifçi Tələbə Məzun Təcrübə Proqramı Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişaf Fondunun birgə təşəbbüsü əsasında həyata keçirilir. Proqramın keçirilməsində əsas məqsəd tələbə və məzunların elm və təhsil sahəsində bilik və bacarıqlarının artırılması, onların nəzəri biliklərinin real iş şəraitində tətbiq etmələrinə dəstək olmaqdan ibarətdir. Çox gözəl. Mən elan bölməsi ilə əvvəlcədən tanış olmuşdum. Proqramın özü də izləyicilərinə, səhifələrinə, sosial media hesablarının izləyicilərindən biri də mənəm. Orada görmüşdüm ki, qəbul üçün müəyyən tələblər xüsusi punkt olaraqdan qeyd olunub, amma bunları istərdim ki, izləyicilərə bir daha xatırladaq. Hansı tələblər var ki, iştirakçılar bu tələbləri icra edərək proqrama daxil ola bilərlər? Bəli, elanlarda da qeyd olunduğu kimi proqrama ali təhsil pilləsinin bakalavriat səviyyəsi üzrə sonuncu kursda təhsil alan tələbələr, magistratura səviyyəsinə təhsil alan tələbələr və eyni zamanda son 3 il ərzində məzun olmuş şəxslər müraciət edə bilərlər. Təşəkkür edirik sualımızın cavablandığınız üçün. Növbəti olaraq istərdim ki, hələ yavaş-yavaş suallar görürəm ki, gəlir. Bir neçə sual mən yenə də səsləndirim. Bəs yaxşı Tünzalə xanım, namizədlər hansı mərhələlərdən keçərək maarifçi ola bilərlər? Namizədlər proqramda iştirak etmək üçün ilk növbədə elektron qeydiyyat mərhələsində iştirak etməlidirlər. Daha sonraki mərhələlər test imtahanı və müsahibə mərhələlərdir. Hər üç mərhələni uğurla bitirən namizədlər artıq Maarifçi Tələbə Məzun Təcrübə Proqramına qəbul olmaq şansı əldə edirlər. Təşəkkür edirik və istərdim ki, yavaş-yavaş izləyicilərimizin suallarına keçək. Son bir sualımı verdikdən sonra artıq 11 martdan etibarən bilirik ki, proqramın qeydiyyatına start verilib və mən bildiyim qədərilə əvvəlcədən də biz danışdığımıza əsasən müəyyən qədər maraq da var proqrama, artıq inam, etibar yaranıb. Mən bilmək istərdim ki, ümumiyyətlə bugünə qədər qeydiyyat prosesi necə gedib, nə qədər müraciətçi var, tələb varmı, maraq varmı gənclər arasında proqrama? Bəli, qeyd etdiyiniz kimi 11 mart tarixindən etibarən proqrama qeydiyyat açıq elan olunub və biz ilk 3 günün statistikasına əsasən deyə bilərik ki, proqrama 3 gün ərzində 3000-dən çox tələbə və ya məzun müraciət etmişdir. Bu da düşünürəm ki, kifayət qədər böyük rəqəmdir. Bu da proqrama marağın necə böyük olduğunu göstərir. Ümid edirəm ki, digər mərhələlərdə onlar arasında çox ciddi rəqabət olacaq və bu eyni zamanda müsabiqəni daha da maraqlı edir. Əlbəttə. Ötən illərlə müqayisədə gördüyüm qədərilə statistikalarda bu il daha çox marağa səbəb olub maarifçi. Bəs bu proqramın qeydiyyat mərhələsi nə vaxta qədər davam edəcək? Qeydiyyat mərhələsi 31 mart tarixində yekunlaşacaq və qeydiyyat mərhələsinin 31 marta qədər davam etməsinin əsas səbəbi odur ki, bilirsiniz ki, qarşıdan tətil günləri gəlir və biz düşünürük ki, tətil günlərində tələbələr, yeni məzun olmuş gənclər asudə vaxtlarından istifadə edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesində bəzi məlumatlar sistemə daxil edilməlidir. Bunlar onların CV məlumatlarıdır, təhsil məlumatlarıdır və digər bilik bacarıqlarını əks etdirən sertifikat məlumatlarıdır. Və düşünürük ki, həmin vaxtlarda tələbələr vaxtdan səmərəli istifadə edərək qeydiyyatdan uğurla keçə biləcəklər. Və bir daha buradan xatırlatmaq istərdim ki, biz ümumi statistikada görürük ki, bəzi şəxslər ərizələrini tam doldursa da, tamamlasa da təsdiq etməyiblər və hələ ki vaxt var. Həmin vaxt ərzində mütləq şəkildə ərizələrin təsdiq olunması tələb olunur. Yəni kimlər müsabiqədə
iştirak etmək istəyirsə, mütləq ərizəni təsdiq etməlidir. Qeyd edeyim ki, bayram günlərinin nəzərə alınması da məncə tələbələr üçün çox böyük bir motivasiya olar. Qısa bir müddətdə qeydiyyat prosesi nə qədər tələbə arasında yayğın olardı, sual yarada bilər. Və tələbələrə buradan yenidən üslub deyirik ki, siz də öz gələcək karyeranızı təhsil sayəsində qurmaq, inkişaf elətdirmək istəyirsinizsə, məhz 4 aylıq bu təcrübə proqramına qatıla bilərsiniz. Siz də bu yoldan keçə bilərsiniz. İstərdim ki, artıq yavaş-yavaş izləyicilərimizdən gələn sualları cavablandıraq və elə ilk sualı səsləndirək. Hörmətli izləyicimiz soruşub ki, proqram hansı aydan etibarən start götürəcək? Proqramın hal-hazırda qeyd etdiyimiz kimi elektron qeydiyyat mərhələsidir. Daha sonra CV-lərə baxılması, təqdim olunan sənədlərin yoxlanılması və növbəti prosesə keçid mərhələsidir, test imtahanı mərhələsi. Bildiyiniz kimi burada müvafiq ixtisaslar üzrə tələbələr və məzunlar müraciət edir və həmin ixtisaslar müraciətdə qeyd olunan sahələrə uyğun olmalıdır. Və bu uyğunluq yoxlanıldıqdan sonra hansı sahələrdə olar? Bir xatırlada bilərikmi? Bəli, həmin sahələr təhsilin idarə olunması, data analitika, maliyyə, iqtisadiyyat, inzibati idarə etmə və bu il biz yeni bir sahə əlavə etmişik. Bura bu rəqəmsal idarə etmə və informasiya texnologiyaları ilə bağlıdır. Bilirsiniz ki, son dövrdə rəqəmsallaşma ilə bağlı ölkəmizdə xeyli tədbirlər görülür. Elə elm və təhsil sahəsində də rəqəmsallaşma xeyli irəliləyib. Bu səbəbdən də həm bu ixtisas üzrə artıq məzunların olduğunu müşahidə edərək və eyni zamanda marağın olduğunu nəzərə alaraq proqrama bu ixtisas daxil edilib. Və qeyd etmək istərdim ki, məsələ dövrün tələbinə uyğun olaraq 4-cü maarifçi proqramı Rəqəmsal Gələcək şüarı adı altında səslənir. Çox gözəl. Burada görürəm ki, mən şablon qurulmuş reallıqlar üzərindən ziyadə günün tələbinə uyğun addımlar atılaraq proqram hər dəfəsində yenilənir, büxtələşir. Xatırlayıram ki, ötən proqramlarda 3 ay olan müddət iştirakçıların, tələbələrin istəyi əsasında 4 ayda qaldırılıb, müəyyən regionlara da çıxıb. Bu da onun aspektinin gün-gündən genişləndiyini, etibarının günü-gündən çoxaldığını göstərir. Bu çox gözəl bir yanaşmadır məncə. Növbəti izləyicimiz isə soruşur ki, test və müsahibə mərhələlərində namizədlərə hansı suallar veriləcək? Əlbəttə ki, imtahana girən hər bir tələbəni, şagirdi narahat edən məsələdir. Və sualın digər hissəsində isə səhv cavablar düzgün cavablara təsir edəcəkmi? Qapalı, açıq sualı anlayışları varmı? Öncəliklə qeyd etmək istərdim ki, istər test imtahanı mərhələsi, istər müsahibə mərhələsi başlamazdan öncə həm maarifçinin sosial media kanallarında, eyni zamanda Elm və Təhsil Nazirliyinin rəsmi internet resurslarında prosesin necə keçiriləcəyi barədə öncədən məlumat verilir. Çünki namizədlərə müəyyən bir qısa müddət vaxt verilir ki, onlar hazırlaşsınlar. Burada düzdür, ciddi bir hazırlıq tələb olunmur. Sırf onların baza bilikləri ilə bakalavriat səviyyəsində, magistratura səviyyəsində əldə etdikləri bilik bacarıqlarla əlaqəli test tapşırıqları təqdim olunur və bəzi situativ testlər də var ki, bu namizədlərin davranış səriştələrini ölçmək üçün bizə yardımcı olur. Bəli, eyni zamanda qeyd etmək istərdim ki, proqramda 60 sual ümumilikdə təqdim olunur. Bu suallar ümumi dünya görüşü, məntiq, informasiya texnologiyaları və öncə qeyd etdiyim kimi rəqəmsal gələcək adlandırıldığı üçün bu il ötən illərdən fərqli olaraq test imtahanı suallarında süni intellektlə bağlı da müəyyən sayda suallar var. Müsahibə mərhələsində də Elm və Təhsil Nazirliyinin və tabe qurumlarının əməkdaşlarının komissiya üzvü qismində iştirakı ilə baş tutur və hər iki mərhələ Teams platforması üzərindən onlayn həyata keçirilir. Nəzərə alsaq ki, proqram həm Bakı şəhərində, həm regional təhsil idarələrində, həm Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübəçilərin cəlb olunması üçün nəzərdə tutulub və bu səbəbdən Teams platforması üzərindən onlayn keçirilməsi həm prosesin daha tezliklə, daha asan, daha əlçatan olmasını şərtləndirir. Bu il mən xüsusi qeyd etmək istərdim ki, maarifçi tələbə məzun təcrübə proqramı 3-cü mərhələsində, yəni ötən il keçirilən proqramda
bir neçə regionu əhatə etmişdi. Eyni zamanda Naxçıvan Muxtar Respublikasını əhatə etmişdi. Bu il gözləntimiz odur ki, regionların hamısını əhatə edə biləcəyik. Çox gözəl. Artıq ölkəyə səs salır proqram get-gedə. Bəli. Elə məhz bu səbəbdən də proqramda iştirak edib, hal-hazırda bizim əməkdaşımız rolunda olan həmkarlar ali təhsil müəssisələrində, xüsusilə regionlarda yerləşən ali təhsil müəssisələrində infosessiyalar keçiriblər və həmin infosessiyalarda da biz tələbələrdən çox böyük marağın olduğunu aydın şəkildə auditoriyadan görə bilirik. Bəli, çox tamamilə qatılıram sizə, çox razıyam sizinlə. Mən özüm sosial mediada izlədiyim zaman da görürəm ki, çox böyük bir kütlənin marağına səbəb olur. Gənclər, tələbələr universitetlərdə vaxtlarını ayırırlar bura, gəlib tanış olurlar proqramla. Bu əslində onun qazandığı statusdan asılı olan bir məsələdir ki, artıq proqram öz işini layiqincə görə bilir. Növbəti suallarımızın bir qismində isə, bir hissəsində isə qeyd olunmuşdu ki, səhv cavablar düzgün cavablara təsir edəcəkmi? Buna da cavab alaq ki, izləyicimiz nigaran qalmasın. Proqram test imtahanı mərhələsində təqdim olunan suallara verilən səhv cavablar heç bir halda düzgün cavablara təsir etmir. Yəni buna görə namizədlərin düzgün cavablara əsasən topladığı nəticə silinməyəcək. Əla, yəni cavablandırmaqdan suallarınızı çəkinməyin, hər birini 60-ını da cavablandırın ki, hansısa tərəddüdə qaldığınız sual da düzgün ola bilər. Növbəti sualımız isə istiqamətlər üzrə keçid ballarının xüsusi bir cədvəli varmı? Hər istiqamət üzrə nəzərdə tutulmuş maarifçi sayı nə qədərdir? Mən xatırlayıram ki, əvvəldə biz danışdıq, müəyyən istiqamətlərimiz var. Yəqin ki, izləyicimiz də məsələ onu soruşur. Bəli, müəyyən istiqamətlər, ümumiyyətlə mən istərdim qısa məlumat verim, istiqamətlər nəyə əsasən müəyyənləşib. Proqram elan olunmazdan öncə Nazirliyin aparatı, tabe qurumları, regional təhsil idarələri, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi təcrübəçi yetişdirə biləcəyi istiqamətlər barədə öncədən işçi qrupa məlumat verir. Yəni, bu elə bir istiqamət olmalıdır ki, həmin istiqamət üzrə mentorlar fəaliyyət göstərə bilsin və həmin istiqamətdə təcrübə keçən maarifçiyə mentor maksimum dərəcədə dəstək ola bilsin ki, o bilik və bacarıqlarını o istiqamətdə artıra bilsin. Və bu istiqamətlər öncədən müəyyən olunur və daha sonra elan olunur ki, həmin istiqamətlər üzrə bizim təcrübəçilərə ehtiyacımız var. Amma təcrübəçilərin, daha doğrusu namizədlərin elektron qeydiyyat mərhələsində, test imtahanı mərhələsində əldə etdikləri uğurlu nəticələrə əsasən, onların topladığı ballara əsasən keçid ballarının müəyyən olunması prosesi sırf müsabiqə vəziyyətindən asılı olaraq baş tutur. Belə deyək ki, hansısa bir istiqamət üzrə iştirakçı sayı həddindən artıq çoxdursa və toplanılan ballar da kifayət qədər yüksəkdirsə, aydın məsələdir ki, burada keçid balı da müəyyən qədər çox olacaqdır. Və əgər bir istiqamət üzrə ehtiyac həddindən artıq çoxdursa, o istiqamət üzrə demək ki, təcrübəçi sayı da kifayət qədər çox olacaqdır. Yəni bu məqamları namizədlər öncədən nəzərə alıb istiqamətlərini düzgün müəyyənləşdirə bilərlər. Bəs mənim özümə belə bir maraqlı sual yarandı ki, məsələn, 4-cü kurs tələbəsidir, o Bakıda, hal-hazırda Bakıdadır və yaxud da magistrın 2-ci kursundadır və təcrübə müddətini buranı seçib, amma regiona qayıtmalıdır, yaşayış yeri regiondur. O necəsə tənzimlənə bilirmi ümumiyyətlə? Biraz öncəki sualda siz səhv etmirəmsə soruşdunuz ki, proqramın rəsmi olaraq başlama tarixi nə zamandır? Mən də qeyd etdim ki, proqrama dair bütün mərhələlərin may ayına qədər yekunlaşması nəzərdə tutulur və proqramın iyun ayında başlanılması da planlaşdırılır. İyun ayında proqram başlayırsa, bu o deməkdir ki, 4 ay müddətində, yəni iyun ayından sentyabr ayına qədər proqram davam edəcək və bu 4 ay müddəti tələbələrin tətil vaxtlarına təsadüf edir və bu zamanda adətən regionlara qayıdan, Bakı şəhərində ali təhsil müəssisəsində təhsil alan, regiona qayıdan tələbələr daha çox regional təhsil idarələrini təcrübə üçün seçirlər. Mən də düşünürəm ki, onlar üçün kifayət qədər yaxşı şansdır. Həm regionda ailələrinin yanına qayıdırlar və eyni zamanda da proqramdan istifadə edərək regional təhsil idarələrində təcrübə prosesini davam etdirirlər.
Çox yaxşı, çox yaxşıdır. Bunun nəzərə alınması xüsusilə önəmlidir ki, gənclərə həm psixoloji, mənəvi rahatlıqlarının pozulmadığı bir halda iş mühitinə cəlb olunması çox diqqətə layiq bir təşəbbüsdür. Növbəti sualı istəyirəm səsləndirim. İzləyicimiz soruşur ki, proqrama qəbul olduqdan sonra sonda biz sertifikatla qiymətləndirilikmi, mükafatlandırılıqmı deyək buna. Mən xatırlayıram ki, biz sosial mediada belə bir şey görmüşdük, amma siz daha dəqiq məlumat verərsiniz məncə. Bəli, ötən maarifçi tələbə məzun təcrübə proqramlarında olduğu kimi artıq bilirsiniz ki, 3 dəfə proqram baş tutub və bu 4-cüdür və eyni qaydada 4-cü proqramda da sonda Elm və Təhsil Nazirinin imzası ilə sertifikatların təqdim olunması nəzərdə tutulur. Yəni, bu da tələbələr, gənclər üçün çox böyük bir şansdır ki, öz karyeralarını qurmaq üçün öz CV-lərində yer alacaq bir Cənab Nazirin imzası ilə sertifikatın olması böyük bir avantajdır. Məncə, dəyərləndirin gənclər. Bir sualım da olacaqdır ki, bəs hər kəs mi sertifikat alacaq, yoxsa müəyyən meyarlar, bu işi onlara öyrədən şəxslərin qiymətləndirilməsi kimi bir istiqamətlər varmı? Bəli, proqramda qiymətləndirmə mövcuddur. Qiymətləndirmə təcrübəçilərin təcrübə müddətində göstərdiyi performansa, daha sonra onlar üçün təşkil olunan komanda quruculuğu tədbirlərində davranış səriştələrinin ölçülməsi ilə əldə olunan qiymətlərə əsasən, eyni zamanda fərdi və ya qrup layihələrində göstərdikləri təşəbbüslərə, yeni ideyalara, layihələrə və yanaşmalarına əsasən aparılır. Çox sevindirici haldır ki, hər 3 proqramda elə bir maarifçimiz olmayıb ki, sonda sertifikat alması. Təbii ki, proqramın müəyyən mərhələlərindən başqa qurumlarda, dövlət orqanlarında, qeyri-hökumət təşkilatlarında iş imkanı əldə edib proqramdan müəyyən bir müddət sonra ayrılan maarifçilərimiz olub. Ancaq 4 ay müddətində proqramın bütün proseslərində iştirak edib uğur sertifikatı almayan maarifçilərimiz yoxdur. Bu da bizim üçün çox sevindirici haldır ki, onlar necə əzmkardılar. Bu da seçim prosesinin şəffaflığını və düzgün olduğunu göstərir. Bəli, tamamilə razıyam sizinlə. Əgər orada gəlib çıxan, o mərhələyə qədər gəlib çıxan bir gəncdirsə, əminəm ki, ondan sonrasında kifayət qədər məsuliyyətli, təşəbbüskar bir şəkildə başa vuracaq və bu gəncliyimizin də əslində necə gözəl yetişdiyinin bir nümunəsidir. Bir çoxlarının narahat edən məsələ, universiteti bitirmişəm, təcrübədə keçdim, istehsalatdan da keçdim, bəs proqramı bitirdim. Mən işlə təmin olunacaqmı? Bu işə qəbul proqramıdırmı? Məncə bu çox böyük bir suala səbəb olur. Bunun ən yaxşı cavabı isə sizdədir. Təşəkkür edirəm suala görə. Ümumiyyətlə, maarifçi tələbə məzun təcrübə proqramı adından da məlum olduğu kimi işə qəbul proqramı deyil, təcrübə proqramıdır. Və bəzən bir çox namizədlər, iştirakçılar maarifçilərin uğurlarını, maarifçilərin işə qəbul olma faizlərinin yüksək olduğunu görərək, müşahidə edərək proqrama müraciət edirlər ki, mütləq sonda onlar işə qəbul ediləcəklər. Xatırlada bilərikmi ümumiyyətlə indiyə qədər nə qədər maarifçi proqramı bitirib və neçəsi işlə təmin olunub? Bəli, bu günə qədər 102 maarifçi məzunumuz var və onlardan 50 nəfərə artıq Elm və Təhsil Nazirliyi sistemində işə qəbul olunub. Amma yenə qeyd etmək istərdim ki, ümumiyyətlə bu proqram təcrübə proqramıdır, işə qəbul proqramı deyil və heç bir halda namizədlərə, maarifçilərə işə qəbul olunma ilə bağlı vəd vermir. Proqramda iştirak edən maarifçilər öz bilik bacarıqları ilə fərqləndiyi halda, müəyyən təşəbbüsləri olduğu halda və onların fəaliyyətini mentorları yüksək dəyərləndirdiyi halda qurumda yaranan yardımçı vəzifələr üzrə vakansiyalar olduqda onlar da ehtiyat kadr kimi nəzərə alınır. Və bəzi hallarda onların həmin yardımçı vəzifələrə işə qəbul prosesi həyata keçirilir. Ancaq ümumilikdə bir daha qeyd etmək istəyirəm ki, Elm və Təhsil Nazirliyi və onun strukturuna daxil olan tabi qurumlar dövlət qulluq orqanlarıdır. Bəli. Və bu qurumlara işə qəbul dövlət qulluğu haqqında qanunvericiliyə əsasən aparılır. Bəli. Bir məqamda qeyd etmək istərdim ki, bu sevindirici haldır ki, artıq maarifçilərimiz arasından, yardımçı vəzifələrdə çalışan həmkarlarımız arasından dövlət qulluğunun test imtahanı mərhələsindən keçmək barədə sertifikat alıb,
və digər mərhələləri tamamlayıb dövlət qulluğu adı alan maarifçilərimiz də var. Çox gözəl. Artıq gənclər öz yollarını burada seçmiş olurlar, özlərinin karyeralarını hansı istiqamətdə quracaqlarını dəqiqləşdirirlər. Əslində təşəbbüskarlıq sizin boynunuzadır. Sadəcə siz eyni qeydiyyatdan keçməklə kifayətlənməməlisiniz. Eyni zamanda proqrama başladığınız müddətdə öz təşəbbüslərinizi, belə deyək, canfəşanlığınızı göstərməlisiniz ki, həqiqətən də sizin bu uğurlu bir namizəd olduğunuzu təqdim edə biləsiniz. Və son sualları səsləndirmək istəyirəm ki, yekunlaşdıraq. Məncə kifayət qədər ətraflı danışıldı. Proqramdan kəsilən şəxs növbəti dalğada yenidən müraciət edə bilərmi deyə bir izləyicimiz soruşur. Ümid edirəm ki, əvvəlkilərdən kəsilməyib, amma bu sualı məncə cavablandırsaq onun üçün də aydın olar. Bəli. Proqramın ümumiyyətlə proqrama qəbul qaydalarında belə bir şərt mövcud deyil və ötən mərhələlərdə, ötən proqramlarda iştirak edən namizədlər də bu mərhələdə iştirak edə bilərlər. Bunun üçün hər hansısa bir məhdudiyyət yoxdur. Hətta biz 3-cü maarifçi proqramında belə bir təhlil aparmışdıq ki, bir çox namizədlər, hansı ki 3-cü maarifçidə artıq maarifçi adını qazanmışdı, onlar 1-ci və 2-ci maarifçi proqramında iştirak etsələr də uğur əldə edə bilməmişdilər. Ancaq müəyyən müddətdən sonra bilik və bacarıqlarını artıraraq və yaxud da belə deyim, proqramlara maraqlarını daim yüksəkdə tutaraq yenidən prosesdə iştirak edib və uğur qazanmışdılar. Görürsünüz dostlar, deməli sadəcə bir dəfə cəhd etməklə kifayətlənmisiniz. Yəni siz də əgər uğursuz olmusunuzsa, belə deyək, kəsilmisinizsə, özünüzü motivasiyadan salmayın, bir daha cəhd edin, yenə cəhd edin. Əsas odur ki, qoyduğunuz hədəfə nail olasınız və istəyirəm son sualı səsləndirəm və sonra da yekunlaşdıraq. Növbəti mərhələyə dair məlumatlar nə zaman veriləcək? Artıq çünki proqramın qeydiyyat mərhələsi gedir və bunun nəticələri nə zaman yekunlaşar? Növbəti müsahibə mərhələsidir, bayaq xatırladığım qədərilə. Test imtahanı mərhələsi, üzr istəyirəm. Test imtahanı mərhələsi ilə bağlı ilkin məlumatlar nə zaman maarifçilərimizə ötürüləcək, maarifçi namizədlərimizə? Bəli, 31 mart tarixində artıq qeydiyyat yekunlaşır və həmin müddətdən sonra təqdim olunan ərizələrin yoxlanılması prosesi aparılacaq və biraz öncə də qeyd etdiyim kimi uyğun sahələrə müvafiq olaraq ixtisaslar təhlil olunur və daha sonra namizədlərə onların ərizələrinin qəbul edildiyi barədə məlumat göndərilir. Və eyni zamanda da test imtahanı mərhələsində həmin müddət ərzində məlumatlar namizədlərə həm SMS vasitəsilə, həm də mail vasitəsilə veriləcəkdir. Çox sağ olun, təşəkkür edirik Tünzay xanım ətraflı məlumatlar üçün. Dostlar, siz də suallarınızı yazmağa davam edin. Biz maarifçinin sosial media hesablarından sizin suallarınızı cavablandırmağa daim hazırıq. Oradan da bizə suallarınızı ünvanlaya bilərsiniz. Son olaraq maarifçi olmaq istəyən gənclərə, maarifçi namizədlərinə nə demək istəyirsiniz Tünzay xanım burada? Qeyd etdiyimiz kimi elektron qeydiyyat mərhələsində proqrama müraciət edənlərin sayı kifayət qədər çoxdur. Bəli. Və namizədlərə prosesdə daha aktiv iştirak etməyə, daha ciddi hazırlaşmağı tövsiyə edirəm. Və ümid edirəm ki, onlar öz aktivlikləri ilə, təşəbbüskarlıqları ilə və əzmkarlıqları ilə proqramın digər mərhələlərindən uğurla keçə biləcəklər və hər birinə uğurlar arzu edirəm. Çox sağ olun, təşəkkür edirik bir daha dəvətimizi qəbul etdiyiniz üçün, bu qədər ətraflı bizlə məlumatları bölüşdüyünüz üçün. Bax belə dostlar, ətraflı şəkildə biz maarifçidən danışdıq. Tünzay xanım da bayaq dediyi kimi sizə təqdim olunan şansları, imkanları dəyərləndirməkdən çəkinməyin. Məhz siz də öz yolunuzu seçin ki, yolunuz da maarifçidən keçsin. Sağ olun, salamat qalın.